İnsan bilməlidir ki, bu həyatda onun var olmasının səbəbi Allahın əmrlərinə qarşı yanaşması necə olmalıdır? Onun əmrlərini yerinə yetirməlidir. Qadağan etdiyi əməllərdən çəkinməlidir. Ən birinci insanın üzərinə düşən Allah Taala'nı təkləşdirməkdir. Allahı fərdləşdirməsidir. Və sonra Allahın əmr etdiyi namazları yerinə yetirməkdir. 5 vaxt namazı qılmaq, eləcə də oruç tutmaq, həcc etmək, valideynlərə qarşı yaxşı olmaq, yaxşılığı tövsiyə etmək və Allahın əmrlərinə qarşı riayət etməsidir. Və bu da hamısı Allah Taala'nın kitabında mövcuddur. Eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində mövcuddur. Deməli, dəyərli qardaşlar, hər bir müsəlman üzərinə düşən ən birinci amil, səbəb öz yaradanını tanımasıdır. Allahı tanımaq da necə əldə olunur? Elmlə əldə olunur. Yəni şəriət elmini öyrənməklə insan bilməlidir ki, Allah Taala'nı necə tanısın. Və bu da bu elmdə Allahın kitabı və eyni zamanda Peyğəmbərin sünnəti, səhih hədisləri nəzərdə tutulur. Və bu mühümdür. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurmuşdur ki, kim Allahın dinini, şəriətini öyrənərsə və o şəriət üçün, o din üçün Allahın göndərdiyi elmi, risaləti öyrənmək üçün yola çıxarsa, səfərə çıxarsa, Peyğəmbər sallallahu aleyhi və səlləm bildirmişdir ki, Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Və Allahdan diləyirəm ki, bizə mömin kimi yaşayıb və mömin kimi ölməyi bizlərə müvəffəq etsin.